Onu belə öldürmək istədilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm öz doğulduğu Məkkə şəhərini tərk elədi. Çünki zəif idi. Düşmən qabağında aciz idilər. Ancaq Allahın dinini yaşayırdılar. Cəmi 2 il sonra, heç 2 il də olmur, İstəmədən də müşriklərlə müsəlmanlar arasında döyüş baş verir. Və Allah Teala elə ilk döyüşdə Peyğəmbərini ucaldır. Müsəlmanlar qalib gəlirlər. Müsəlmanların izzəti başlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm və onun tərəfdarları, sahabələr, həmin döyüşdə düşməndən 3 dəfə az idilər. Silahları onlardan qat-qat zəif idi. Müşriklərin zirehləri belə vardı. Sahabələrin yox idi. O boyda ordunun içində cəmi 2 dənə at var idi. Yox idi heç nə. Hətta o qədər onlar döyüş meydanına hazırlıqlı gəlmişdilər ki, müşriklər. Hətta qadınları belə gətirmişdilər. Qadınlar nə edirdi? Arxada dəf çalırdılar, mahnı oxuyub öz ərlərini, qardaşlarını, atalarını döyüşə həvəsləndirirdilər. Çoxlu dəvələr gətirmişdilər, kəsirdilər, şərabla vururdular. Peyğəmbər sallallahu aleyhi ve sellem nəyi var idi? Ətrafında qoşunu az, silahları zəif, heç nə. Amma Allah Teala zəfəri, izzəti onun dinini yaşayanlara nəsib edir. Sual verə bilərsiniz ki, ondan sonra Uhud döyüşü olur. Ancaq müsəlmanlar orada məğlub olurlar. Məğlub olmanın səbəbinə baxın. Yenə də Allahın dinindən üz çevirmək olur.